Hər vaxt olsun dəyərli Telegram siqnal kanalının üzvləri. Təbii ki, bu rolik, bu video Telegram ödənişli kanalın üzvləri üçün də, eləcə də YouTube izləyicilər üçün az bir məlumatı veririk. Və biz ilk öncə nədən danışmalıyıq? Mart ayıdır. Mart ayı hamımız üçün düşərli, xeyirli olsun. Yanvar, fevral ayı hər iki ay uğurlu, xeyirli, bərəkətli oldu. Bütün siqnallar %100 özünü doğrultdu və biz qabaqcadan bir nüansı nəzərə çatdıq. Qabaqcadan biz söyləmişdik fevralın 25-dən neftin kəskin qalxması haqqında məlumat vermişdik. Gəlin bir yerdə dinləyək, baxa görə bu doğrudan da biz fevralın 25-i bu haqda söhbət açdıq, yoxsa yox? Gəlin qulaq asaq. Olsun dəyərli izləyicilərimiz, fevral ayı 25-də Beynəlxalq Maliyyə Birjasına ilk öncə nəzərə çatdırım ki, tam bir həftə sonra neftin kəskin qalxması 83-93 dollara qədər, hətta 100 dollara qədər qalxmasına nəzərə çatdırmaq istəyirəm. Yəni bu xəbəri qaçırmayın. Baxın, bu deməli 25-i idi. Demək, diqqətlə baxaq, bu fevralın 25-i idi. Və biz sonra bu fevralın 25-də biz məlumatı çatdırdıq sizə. Eyni zamanda gəlin biz digər xəbərə hansı günü qalxacağı haqqında məlumatı nəzərə çatdırım. Diqqətlə qulaq asın. Maliyyə birjasında nələr baş verəcək? Yəni fevralın 26-sıdır və dünən verdiyimiz bütün proqnozlar həm siqnal kanalında, sosial şəbəkə, əsasən siqnal kanalında 20-dən çox paylaşdığımız əməliyyatlar mükəmməl dərəcədə öz doğruluğunu ispat etdi və gəlindən nəticələndi. Bugün yenidən biz səhər saatlarında 5186-lardan siqnal kanalında alış əməliyyatlarını verdik Qızılda və qiymət 20 dollarlıq, 21 dollarlıq take-profitdən biz müəyyən etdik və qiymət hal-hazırda take-profitimiz 5207-lər olsa belə artıq 5250-lərə qədərdir. Amma qiymət yuxarı doğru istiqamətlə yəni davam etdirəcək ən azından yuxarıya qədər. Hələ ki, ondan sonra da qalxacaq. Alternativ sənədlər satışlar isə 5160 alışlar, satışlar isə 67-lərdən gələcək. Gümüşdə isə alışlarımız 90.600-lər satışlar yoxsa başlamayacaqmı? Deməli 83-lərə, 93-lərə baxın. 600-lər satışlar isə 89-lərdə. Neftə gəldiysə, neft nə deyiləcək? Yəni neft gələn həftədə ikinci yarısından sonra sürətlə qalxmağa başlayacaqmı yoxsa başlamayacaqmı? Deməli 83-lərə, 93-lərə, 98-lərə, hətta 100-ə qədər qalxacaqmı? Sonra gəlində isə təbii ki, gələn həftənin gedişatından asılıdır. Gələn həftənin gedişatından biz deyirik, amma əsasən də şənbə bazar baş verəcək. Yəni bu şənbə bazar baş verəcək hadisələrdən sonra birinci gün neftin sürətlə yuxarı qeyblə açılması gözləniləndir. Yəni, baxın uşaqlar, deməli biz şənbə bazar bildiyiniz kimi şənbə günü artıq müharibələr başladı və birinci gün qeyblə yuxarıda sürətlə açıldı və biz bunu axşam da paylaşdıq ki, neft deməli 5-10 dollarlıq yuxarıda qeyblə açılacaq və eləcə də oldu 5 dollarlıq bir yüksəlişlə nəticələndi. Bugün nələr baş verəcək? Bugün yenidən qalxacaqmı? Təbii ki, neft yenidən sürətlə yuxarı doğru istiqamətlə davam etdirəcək və hədəflər, təbii ki, hədəflər 82-lər, yəni 93-lər, 83-lər, yəni bunlar qaçılmazdır. Keçək biz qızıla. Qızılda biz keçən həftədə bay əməliyyatları verdik uşaqlar. 3 dənə bay verdik uzun müddətli və hər üçü uğurla nəticələndi. Onlardan biri səhər saatlarında, yəni bağlandı. Ən sonuncu buydu. Səhər saatlarında bağlandı. Yəni bugün nələr baş verəcək? Bugün yenidən qalxacaqmı, yoxsa qalxmayacaqmı sualına gəldikdə isə təbii ki, biz bir qısa məlumat veririk. Ətraflı isə biz Telegram ödənişli siqnal kanalında biz paylaşarıq. Və gördüyünüz kimi qabaqcadan biz proqnozları paylaşdıq. Neftin də, qızılın da qalxması haqqında məlumatları paylaşdıq. Yəni hətta 5470-ə qədər qızılın qalxması haqqında məlumat verdik.
təbii ki, şənbə günü həmin nöqtəyə qədər qalxmışdı. Bugün nələr baş verəcək? Yəni alışlar yenidən olacaqmı, olmayacaqmı sualına gəldikdə isə deməli 5371-lərdən yenidən alışlardır. Satışlar da ki, biz rahat bir şəkildə 5342-lərdən icra edə bilərik. Bitcoinə gəldikdə isə Bitcoin ilə nə olacaq? Bitcoin ilə nələr baş verəcək? Yəni Bitcoin yəni belə bir trayektoriyanı biz sizin nəzərinizə çatdıraq. Yəni alış və satış əməliyyatları. Bizim alış əməliyyatlarımız bugün hansı nöqtədən gələcək? 67-279-lardan gələcək. Satışlar üçün düşünürsünüzsə 65838-lərdən gələcək. Belə əzizlərim, əsasən maraqlı olan bizə neft idi və biz səhər saatlarında bu haqda məlumatı paylaşdıq və keçən həftə də dedik ki, qızılın və neftin hansı nöqtəyə qədər qalxması haqqında məlumatı verdi. Yəni burada diqqətlə baxın, fevralın 25-i biz məlumatı verdik. Fevralın 27-si də 26-sı da deməli biz dedik ki, şənbə günü, bazar günü baş verəcək hadisələrdən sonra neft birinci gün gaplə yuxarıda açılacaq və bu da birinci gün olan, yəni gapdir, yuxarıda açıldı və təbii ki, biraz aşağı korreksiyadan sonra yenidən yuxarı doğru istiqamətə davam edəcək. Yəni ətraflı, yəni siz də bu sferanı mükəmməl dərəcədə öyrənmək istəyirsinizsə, yəni bizim yeni WhatsApp nömrəmizə yazın və bizim WhatsApp nömrəmizə yazın. Gördüyünüz kimi, yəni burada WhatsApp nömrəmiz var və təlimlərdən istifadə edin ki, peşəkar səviyyədə siz də öyrənin, bütün bazarı dəqiq analiz verin. Eyni zamanda bizim siqnal kanallarımıza, yəni 6 siqnal kanalı var. Bu siqnal kanallarından sizin büdcəvizə uyğun hansıdırsa, həmin siqnal kanalından istifadə edə bilərsiniz. Belə əzizlərim, özünüzə yaxşı baxın. Biz keçək Telegram ödənişli siqnal kanalına, orada paylaşaq bizim əməliyyatlarımızı. Hələlik görüşmək ümidi ilə, sağ olun.